Salam, xoş gördük. Yenidən sizinlə həmişə olduğu kimi mənəm həkim psixoterapevt, yalan və bədən dili üzrə ekspert Elnay Rəhimov Tambovski. Qadın və kişi sevgili evlilik münasibətlər qadın tərəfindən pozularsa, qadın uzun müddətliyə və yaxud da qısa müddətliyə gedərsə və daha sonra qayıdarsa, bu nə anlama gəlir? Kişilər bu halda iki sualı verməlidirlər özlərinə. Yəni, qadının qayıtması saxtadır, yoxsa həqiqi qayıdır? Əgər qadın həqiqi qayıdırsa, bu görəsən sizin dəyərinizi anladığına görəmi qayıdır? Həqiqətən də sizi sevir, ona görəmi qayıdır? Həqiqətən də qayıdarkən sizin sərhədlərinizə hörmət edəcəkmi? Sizi bir şəxsiyyət olaraq qəbul edəcəkmi? Ona görəmi qayıdır? Yoxsa saxta şəkildə mi qayıdır? Hansı ki, buna aiddir, görür ki, siz daha yaxşı həyat yaşayırsınız və yaxud da sizin qadınlara aid seçimləriniz çoxdur, siz arzu olunan bir kişisiz, egosunu təmin eləmək üçünmü ona qayıdır? Yoxsa vaxtilə ona dəyər verirdiniz və qayğı göstərirdiniz, o qayğı və dəyər üçün darıxıb ona görəmi qayıdır? Yoxsa vaxtilə siz ona maddi və mənəvi dəstək dururdunuz. O maddi və mənəvi dəstək resursları kəsilib və bunun əskikliyini özündə hiss edir, ona görəmi qayıdıb? Yoxsa sadəcə can sıxıntısı var, darıxır, ara bir əyləncə axtarır və yaxud da qulaq söhbəti axtarır deyə ona görəmi qayıdır? Bütün bunların hamısını müşahidə eləmək lazımdır. Təbii ki, saxta qayıdırsa, qəbul etmək olmaz. Çünki hər itirdiklərimizi qəbul etmək məcburiyyətində deyilik, geri qazanmaq məcburiyyətində deyilik. Əgər həqiqətən də sizin dəyərinizi anlayıbsa, sizə şəxsiyyət olaraq hörmət edəcəksə, sərhədlərinizi tanıyacaqsa, bu zaman o qayıtmağa şans vermək olar. Diqqətinizə görə minnətdaram. Sağ olun.